Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. 8 dekabr 2025-ci il Alanya Mahmudlar Barbaros küçəsinin üzərindəyəm. Burada Salı Pazarı yerləşir içəridə və yolun qırağında gözəl bir restoran var. İlk dəfə gəlirəm bura. Bu restoranı sizə təqdim eləmək istəyirəm. Restoranın adı Aspava. Aspava restoran və çox zəngin, gözəl mətbəxi var. Və bura gəlmə səbəbim, bu yeri reklamlarda görmüşdüm Instagramda, şaurma filan var idi burada və doğrudan da var, gəldim, gördüm və ona görə sizə də təqdim eləmək istədim. Baxın, yuxarıda pizza, steak, balıq, izqara, pidə, çorba, Aspava restoran, burada da menyu, baxın, hər şey var və bu da şaurmaların menyusu. Şaurma üçün bura gələnlər çoxdur. Burada ise garyaşi çibureki, buterbrotlar, hot doglar, her şey var yani bir sözlə. Və burada Azərbaycanlı soydaşımız da çalışır restoranı işlədənlər arasında. O da burada olur, hər zaman sizi qarşılayacaq. O böyle hər masanın üstündə şaurma menüsü var. İşıq düşür, göstərim sizə, qiymətlər yazılıb. Qəşəng qiymətlərdir normal. Bu da restoranın bağlı hissəsidir. Və əziz dostlar, burada restoranın qapalı hissəsi, təmiz, səliqəli. Burada da aşpaz Oktay qardaşdır. Oktay qardaş, salam. Big Boss. Necəsiz? İyi, sağ ol, sen necəsən? Bu gözəl şaurmaları dedilər siz düzəldirsiniz. Yorulmayasınız. Biz də dadına baxacağıq inşallah. Evə də götürəcəyik. Baxın, hazırlayır bax belə. Böyük şaurmalardır. Qiymətləri burada da yenə yazılıb. Oktay qardaş, necədir işlər? Hər şey qaydası. Müştərilər var. Yorulmayasınız. Bax belə əziz dostlar. Azərbaycanlı soydaşlarımız, qardaşlarımız çalışırlar. Siz də gəlin, yeməklərdən, şaurmalardan dadına baxın, məmnun qalacaqsınız. Belə əziz dostlar, restoran hər gün 12-də açılır, axşam 11-ə qədər, qış vaxtı belə çalışır. Yayda əlbəttə ki, vaxt daha uzundur. Burada bar hissədir. Qəşəng. Və menyu da sizə göstərmək istəyirəm. Menyuya da baxaq. Menyuda hər şey var. Baxın, burada suplardır, çorbalar, sonra tava yeməkləri, kahvaltı, səhər yeməkləri. Burada yanımda bir Azərbaycanlı qardaşımızdır buranı işlədən, amma onu çəkmirik. Baxın, menü salatlardır burada. Mənə kömək edir, deyir. Yəni hər şey var, mantılar da var hətta. Pelimenlərimiz var, haşlama var, dana haşlama, kuzu haşlamamız var. Azərbaycan yeməkləri var nəsə? Azərbaycan yeməklərindən bu dana haşlama kuzu. Bizim milli Özbək plovu da var. Özbək plovu var idi bizdə. Bu dəqiqə yox. Bu dəqiqə yox. İndi biz Allah qoysa ayın deyirəm. Bu yay qabağı, sezon qabağı. Milli mətbəximiz də burada tətbiq eləyəcəyik. Çox Dolma, yaxşı. nə bilim, badımcan dolması, yəni dolmalardır. Bizim yeməklər olacaq. Bizim yeməklərimiz, milli yeməklərimiz, hər şey belə o plovdan da əlavə edir. Yəni burada qarışıqdır. Burgerlər də var, pizzalarımız da var. Menümüz çox zəngindir. Çox zəngindir. Yəni bax, balıqlardır, fareldir, samondur, krevetkalardır, cürbəcür, karideslər. Qiymətlər də baxıram. Qiymətlər də ki, çox uyğundur. əladır qiymətlərimiz. Bu misal üçün pendirli, bu fit sezona demək olar ki, Tavadır. bu şeydə fırında hazırlanır. Odun peçində. Çox qəşəng. Odunda hazır. Pendirli krevetkadır. Karides. Pizzalardır yenə də. Belə burgerlərdir, pidələrimiz var. Kim nə istəsə burada hər şey, heç kəs ac qalmayacaq. Hər şey var. Kebablardır misal üçün. Cürbəcür, nə istəsən. Qonaqlarımız olursa götürün qonaqlarımızı, gəlin. Buyurun, gəlin. Şaurmadan yiyin, yeməklərdən, kebablardan yiyin. Kebab, steyklərimiz Steyklər var. var. Misal üçün. Bu yemək, belə yemək. Bunlar hamısı
Bunlar da fırında hazırlanan yeməklərdir. Bunlar hamısı fırında. Sizin orada Hə, odunda, hamısı odunda pişir. Hamısı odun peçidir. Yəni qazda fırını yaxından göstərəcəm. göstərə bilərsiniz. Buyurun, onu da göstərin. Dürümlərimiz var. Bunlar da hamısı yenə manqalda hazırlanan. Yəni bildiyiniz kebabdır, çörə lavaş arasında. Şirniyyatlarımız var. Desertlər hamısı. Midavikdir, nə bilim, Maşallah. quşonkalı, misal, varenyalı, misal üçün belə bölümlərimiz var. Katmerdir, çox gözəl şirniyyatdır, künəfədir, dondurma yəni İnşallah. olan bir şeydir. İçkilərimiz, içkilərdir, yanı hamısı. var belə. İsti soyuq içkilər. Bəli. Təşəkkürlər qardaşım, kömək elədiniz, göstərdiniz. Həm bir də belə bir şeylərimiz də farklı, belə fərqli çin yeməkləri də var. Oo, çin yeməkləri. Həm belə bir şeylərimiz var. Tomyan zat, hər şey. Tomyan da var, burgerlər, Hot doglar, limonadlar limonad. var. Çox yaxşı. İnşallah İnşallah. bol müştərilər Çox sağ arzulayırıq. olun. Sağ olun. İşıqlar da yandırdılar. İşıqlandırma baxın. Fırını göstərək. Göstərək. Gəldik fırın tərəfə. Burada da Mustafa qardaşdır, Mustafa abi, restoranın sahibi də. Mustafa abi kolay gelsin. Ne yapıyorsun sen Mustafa abi? Tavuk. Evet, şavurma için. Şavurma için tavuk hazırlıyoruz. Kolay gelsin. O da odun fırınıdır. Bakın her şey göz qabağında tertemiz. Yəni bu şaurmanın toyuğunu da biz fırında hazırlayırıq, odunda. Yəni elə belə bildiyiniz, yəni bu şaurmalar kimi deyil. Odunda O da- nə varsa hər şey dadlı olur ya. Hər şey, hər şey. Demək olar ki, bizim Böyle göndərdi mətbəximizin 90%-i hamısı odunda olan bir şey yeməklər. Maşallah. Kolay gelsin. İndi onu gönderdi, onu pişirdikten sonra şavurmaya Bəli, bəli. O bişəndən sonra gedir şaurmaya. böyle. Onda Şahlar qardaş, yəqin pizzalar da orada pişirsin. Bəli, pizzalar bizim mətbəximizin demək olar ki, menümüzdə olan yeməklərin 90%-i hamısı odunda hazırlanır. Mən bilirəm ki, pizza fırında çox dadlı, odun fırında başqa dadlı olar. Hə, yəni bizdə belə Yeməklərdə. qazda, nədə belə bir yeməyimiz yoxdur ki. Ola bilər ki, hamısı közdə, peçdə. Bəzində şorbalar var, suplar, o heç, o qazda hazırlanır, bişirilir. Amma Olar. qalan hər şey olar. hamısı odun peçində hazırlanır. Şahlar qardaş, sonda nə demək istəyirsən? Son söz. Sonda deyirəm ki, biz hamımızı, bütün bu Mahmudlarda yaşayan bizim Həmvətənlər. həmvətənlərimizi hamını dəvət edirik bura. Bax sən indi Gəlsinlər. üzün düşmür, hamı səni üzün Düşsün də, merak düşsün. edir. Düşsün. İndi səni deyəcəkdim ki, səni görmək üçün gəlmək istəyirlər. Gəlin, İndi gəlin. gördülər Buyurun, səni. buyurun, gəlin. Şahlar qardaş hər zaman burada qarşılayır, Bizə yerləşdirir. xoş olar. Məsləhət verir yeməklər. Gəlsinlər, yeməklərin dadına baxsınlar. Çox gözəl mətbəximiz var bizim. Hər şeydə bayaq qeyd elədiyimiz kimi, hər şey odunda pişir. Çox keyfiyyətli. Ətlərimiz həmişə təzə, malzəmələrimiz təzə. Balıqlarımız var qəşəng. Başqa nə? Nə istəsəz, yəni Hər şey uşaq tapa bilər. menüsündən tutmuş, hər şey var. Hər şey. Yəni menümüz çox genişdir gördüyünüz kimi. Bəli, bəli. Şahlar qardaş çox sağ ol, mənə yardımcı sağ olun, oldun, bərabər sağ olun, göstərdik. sağ olun. İnşallah əziz dostlar, siz də buyurun gəlin. Bu gözəl şaurmaların, yeməklərin, odunda bişən yeməklərin dadına baxın. Həm yerlərimiz sizə xidmət eləyəcək. Buyurun gəlin. Sağ olun, var olun. Gələn videolarda görüşərək.